Vətən müharibəsi şəhidi kapitan Həmid Cəfərlinin yaşadığı evin qarşısında büstü üzərindəki güllər oğurlanıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, bir neçə dəfə təkrarlanan hadisədən sonra ailə təhlükəsizlik kamerası quraşdırıb. Nəticədə görüntülərdən gülləri aparan şəxsin təxminən 65-70 yaşlı qadın olduğu müəyyən edilib. Şəhidin ailəsi həmin qadından şikayətçi olmayıb. Gülləri oğurlayan 1952-ci il təvəllüdlü Xətai rayon sakini olan qadın müəyyən edilib. Polis əməkdaşları onun psixi sağlamlıq vəziyyətini nəzərə alaraq müvafiq profilaktik iş aparıb və onu ailə üzvlərinə təhvil veriblər. Qeyd edək ki, kapitan Həmid Kərimoğlu Cəfərli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirəhmətli kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olub. O, hərbi memorial məzarlıqda dəfn olunub. Ölümündən sonra prezidentin sərəncamları ilə vətən uğrunda igidliyə görə, Cəbrailin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.